أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين الحمد والثناء كله لله الذي لا يبلغ مدحته القائلون ولا يحصي نعماءه العادون ولا يعدي حقه المجتهدون ثم الصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيب إله العالمين الذي سمي في السماء أحمد وفي الأرضين أبي القاسم المصطفى محمد. اللهم صل على محمد وآل محمد وعلى آل بيته الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أوصيكم عباد الله ونفسي بتقوى الله. أما بعد, Allah Tebareke ve Teala Kur'an-ı Kerim'in Gafir suresinde buyurur. Bismillahirrahmanirrahim. Kedalike yudillullahu men huve musrifun murtab. Ellezine yücadilune fi ayatillahi bi gayri sultanin etahum. Kebra megten indallahi ve indellezine amenu. Kedalike yatba'ullahu ala kulli kalbi mutekebbirin. Cebbar. Sadakallahul aliyyul azim. Söhbətə başlamamışdan əvvəl ilk öncə özümü və sonra sizin hamınızı Allaha təqvalı olmağa dəvət edirəm. Allahın verək öz izzətinə, cəlalına, Peyğəmbər və Ali Peyğəmbərə xatir təqva ki, Qur'an-ı Kərimdə insanları, müsəlmanları, möminlərin hamısını həmən təqvaya dəvət eləyib, bizi həmən təqvanın sahibi qərar versin inşallah. Və bizi bu təqvanın sahibi olmamış dünyadan aparmasın inşallah. Ki Allah Qur'anda buyurur vəl-aqibətu lit-təqva. İnsanların içərisində aqibəti gözəl olan, aqibət yəni sonu gözəl olan insanlar o insanlardılar ki, onların təqvası olur. Ki, hər cümə təqvaya dəvət olunmasının sirlərindən də biri budur ki, insanlar buna ciddi yanaşsınlar, bunu mühüm bir məsələ bilib, buna biganə yanaşmasınlar deyə hər cümə xətibin boynunda, imam cümənin boynunda, xutbə eləyənin boynunda vəzifədir ki, vacibatdandır ki, insanları təqvaya dəvət eləsin. Ki, insanlar bunu heç vaxt çıxartmasınlar. Qardaşımızın ki, məclisdə, namazda huzuru var, qardaşımızın, Seyid qardaşımızın və onun timsalında olan bütün din xadimlərinin salamatçılığına salavat deyin inşallah. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Zikr elədiyimiz mübarək bu Qur'an ayəsi keçən həftələrdə başladığımız bir mövzunun demək olar ki, ayəsidir. Ki, həmən ayələrdə Allah Teala Mu'minu Ali Fir'on adı verdiyi bir nəfərin barəsində danışır. Tərcüməsi nədir? Fir'onun ailəsindən olan mümin. Onun sifətləri nə idi? Allah buyurdu ki, həmən bu müminin sifətləri buydu. O, insanların içərisində yaktumu imanahu, öz imanın gizlin saxlayırdı. Gizlində Allaha iman gətirmişdi, amma öz imanının barəsində cəmaat üçün danışmırdı. Bu bir. İkincisi, onun danışıq uslubu var idi, onun təbliğat uslubu var idi. Təbliğat uslubu nəydən ibarət idi? İnsanları birinci məntiqə dəvət elədi. Elə ki, gördü Musa Peyğəmbəri Fir'on öldürmək istəyir, dedi ki, mən Musanı müdafiə edəcəm. Təqiyyənin gizlindən aşkara çıxmasının yollarından biri hansıydı? O vaxtı ki, görsün, bunların hamısını işarə eləmişdik əlbəttə xutbələrdə, amma qısa yadımıza salay, bilək ki, söhbət nəydən gedir. Təbliğatın, təqiyyənin gizlindən aşkara çıxmasının vacib olan yerlərindən biri nədir? Görsən ki, din təhlükədədir, onda nə canını fikirləşəcəksən, nə malını fikirləşəcəksən. Həmən vaxtı sən canınla da, malınla da olsa gedib müdafiə edəcəksən. O cürə ki, Mumin-i Ali Fir'on bunu yiyələyir. Əlbəttə, bunun misalları çoxdur. Ən bariz misalı da İmam Hüseyin Aleyhisselamdır. Tarixə öz sözün deyib, yadda qalıb inşallah. Ki, bu insanlar ki, o insanlar ki, İmam Hüseyin Aleyhisselamın yolun getmək istəyirlər, onlar da həmişə bu uslubdan istifadə ediblər. Allahın və izzətinə cəlalına bizi hər bir şeyi yerində eləyən insanlardan qərar versin inşallah. Xülasə, Mumin Ali Fir'on təqiyyəsini zahir elədi.
gizlən iman gətirmişdi, amma gördü ki, Musa peyğəmbəri öldürmək istəyirlər. Birinci insanları məntiqə dəvət elədi ki, kimi öldürmək istəyirsiniz? Bir nəfər gəlib sizə möcüzə göstərir, möcüzə göstərəni öldürərlər. Sizin başınız işləyir, yəni bunu öz sözlərimizlə demək istəsək bu cüradır. Siz nə edirsiniz? Heç fikirləşirsiniz nə edirsiniz? O açıq-aşkar dəlillərlə gəlib, sübutlarla gəlib onu öldürmək istəyirsiniz. Əgər yalan danışırsa, bizdə bir zərəri toxunmayacaq. Əgər doğru deyirsə, biz yerinə getirsək, biz o tapanlardan olacaq. Birinci məntiqə dəvət elədi onları, düşünməyə dəvət elədi, sonradan onları qorxutdu. Ki, siz nə edirsiniz? Siz bilirsiniz ki, peyğəmbərləri, bu cür möcüzə göstərən insanları öldürənlərin başına nələr gəldi? İman gətirməyənlərin başına nə fəlakətlər gəldi? Nuh peyğəmbər, Ad qovmu, Samud qovmu başladı onların yadına saldı. Sonradan gəldi onların yadına başqa bir şey saldı. Ey insanlar, bizim tayfanın, bizim insanların xasiyyətimiz budur. Hər kəs dəlillə, sübutla gəlir, biz ona şəklə yanaşırıq. Bilirik bu dəlil gətirdiyi, dəlil gətirən insan saf adamdır, dəlil gətirən insan düz adamdır, dəlili sübutu onun aliliyinə, onun xəbər gətirdiyinin, yəni böyük məqam sahibi olmasına işarə edir. Peyğəmbər də Allahdan danışır, Allah xırda bir şey deyir ki, sizə böyük ali qüvvədən xəbər verirsiniz, buna niyə biganə yanaşırsınız? Bizim elə xasiyyətimiz budur. Yusuf peyğəmbəri də bu cürə idi, öldürmək istədi, iman gətirmədi. Elə ki, öldü, dünyadan getdi, dedi ki, bundan başqa düz sən demək yoxmuş. Gəlin Musa peyğəmbərdə də, Yusuf peyğəmbərdə etdiyimiz səhvi etməyək. Onları buna dəvət elədi. Sonradan, bunlar hamısı olunur xütbəsi, sonradan gəldi onlara bir şey dedi. Dedi ki, bu işə qol qoymayın. Siz dəlilsiz, sübutsuz cəhd eləmək istəyirsiniz. Bu işi yerinə yetirəni Allah sevməz. Kəbra məqtən indallahi və indəllezina amanu. Sizin bu işi əgər yerinə yetirsiniz, bilin. Bu iş Allahın da qəzəbinə tutar, Allahın da qəzəbinə səbəb olar, möminlərin də qəzəbinə səbəb olar. Bu, keçən həftəki söhbətimiz idi. Ki, bu ayənin bu yeri barəsində söhbət edib dayanmışdır. Ki, Allahın da qəzəbi tutar dedi Firavuna, möminlərin də qəzəbi tutar. Mömin ali Firavun bu sözündən əsl hədəfi nəzərdə tutmuşdu. Amma Firavun başqa bir şey başa düşmüşdü. Firavun nə başa düşmüşdü? Möminlərin qəzəbi tutar. İnsanların qəzəbi tutar. Bunu başa düşdü və buna uyğun da başladı hərəkət edilməyə. Elə bildi ki, mömin ali Firavun buna nəsihət edir ki, cəmaatın gözünün qabağında bu kişi möcüzə göstərdi, insanlar bunu sevdilər. Əgər sən gedib bunu öldürsən, cəmaatın içərisində çaxnaşma düşəcək. Ona görə Firavun nə edir? Dedi ki, mən bunu öldürməmişdən qabaq bunu adını öldürəcəyim. Bunu öldürməmişdən qabaq adını öldürəcəyim, sonradan özünü öldürərəm. Nə edir? Dedi ki, ya Haman İbn Əliyev Sərxatan. Ey Haman, böyründə olan ən yaxın müşavirlərindən biri vardı ki, Quranda onun adı zikr olunur. Ona dedi ki, mən sən yüksək, hündür bir yer tikdirdi, çıxdı, ox atdı ki, Allahı öldürdü, əl-yazı billah. Cəmaatın içərisində dair Musa peyğəmbərin Allahına ki, iman gətirmişdilər, dedilər ki, da həmən Allahın söhbəti qutardı. Firavun onu öldürdü. Yerdə bir dənə Allah qaldı, o da Firavundur. Musanın adını öldürmək istədi. Allahın insanların içərisində yaşayan adını öldürmək istədi. Məhəbbətini öldürmək istədi və bundan ötəri də addım atdı. Amma mümin ali Firavunun hədəfi nə idi? Əsl kəlmə idi. Çünki Firavun Allaha iman gətirməmişdi ki. Əsl hədəfi idi. Bu cürə etməyin. Allahın da qəzəbi tutar, möminlərin də qəzəbi tutar. Allahın qəzəbinin barəsində biz danışdıq. Amma möminlərin qəzəbi tutar deyəndə mömin ali Firavunun hədəfi nə idi? Bugünkü mövzumuz möminlərin də qəzəbi tutar, kəbra məqtən indəllah və indəllezina amanu. Möminlərin də yanında bu şey qəzəbə duçar olacaq, qəzəbə səbəb olacaq kəlməsindən məqsəd nədir? Bunun barəsində inşallah söhbətimiz olacaq, amma Peyğəmbər bu ali Peyğəmbərə salavatdan sonra. Allahümmə salli ala Muhammed və ali Muhammed. Mömin ali Firavunun bu məsələsinin, bu nəsihətinin barəsində, yəni bu sözün başa düşmək üçün barəsində təfsilatla danışmaq lazımdır. Bəzi müqəddimələrə işarə etmək lazımdır. İşarə edəcəyimiz müqəddimə də bundan ibarətdir. Əlbəttə, mövzuların birində əqaidi bəhsdə biz işarə eləmişdik. Orada bunun barəsində qısa danışmışdık. Amma eybi yox. Əl-ilmu
harfun və təkrarı əlfun. Ərəblər bu cürə deyirlər. Deyirlər ki, elm bir dəfə öyrənir, amma təkrarı isə 1000 dəfə eləyərlər. Allah Teala təkrar pis olsaydı, Quran-ı Kərimdə dəfələrlə ya eyyuhəllezina amanu deməzdi. Deməli, bəzi yerlərdə bunu zikr eləmək lazımdır. Zikr olunacaq yerlərindən biri də həmən bu ayənin başa düşmək üçündir. Mövzu nəydən ibarətdir? Mövzunun daha doğrusu müqəddiməsi nəydən ibarətdir? Əqaidi bir dənə bəhsə işarə edəcək. Ki, Allahın sifətləri, sifatullah barəsində bir dənə bəhsdir. Keçən həftədə də biraz əqaidi mövzuya işarə eləmişdik. Bu həftədə də işarə eləyəcək Allahın köməkliyinə. Allahın sifətləri. Allahın sifətləri barəsində danışanda alimlər deyirlər ki, Allahın sifətləri budur. Başa düşmək lazımdır. Allahın sifətləri bölünür iki yerə. Subutiyyə, səlbiyyə. Sifatullah subutiyyə və sifatullah səlbiyyə. Nədir sifatullah subutiyyə, nədir sifatullah səlbiyyə? Yəni, Allahda olan sifətlər, qısa və konkret tərcümə eləsək, və Allahda olmayan sifətlər. O sifətlər ki, naqislik var onlarda, ona Allaha nisbət versən, Allaha naqislik gələr, cılızlık gələr, nə bilim, Allaha nöqsan nisbət vermiş olarsan, həmən sifətlərin heç biri Allahda yoxdur. Elə ona görə də əqaid elmində bu sifətlərin adına nə qoyublar? Sifatun səlbiyyə. Səlb almağa deyirlər. Sifatun səlbiyyə deyəndə Allahdan alınmış sifətlər. Başa salmaqdan ötürü bu cürə deyir. Yaxud da bunun adına başqa məntiq kitablar, əqaid kitablarına ola bilsin, müraciət eləyəsiniz, görərsiniz ki, orada yazıblar Sifatullahul Cəlaliyyə. O sifətlər ki, Allah bunlardan çox-çox hündürdür, uzadır. Yəni, Allah bunlara heç yaxınlaşmıyor. Hansı sifətlərdir? Məsələn, cahillik, naqisliyi var bunda, yoxsa yox, bilmir. Deməli, bu sifət Allahda yoxdur. Zəiflik, naqisliyi var, yoxsa yox, deməli, bu sifət Allahda yoxdur. Mürəkkəblik, tərkib hissələrinə ehtiyacı olmaq, naqisliyidir, yoxsa yox, deməli, Allahda yoxdur. Möhtaclıq, naqisliyidir, yoxsa yox, deməli, Allahda ola bilməz. Sonu olmaq, naqisliyidir, yoxsa yox, naqisliyidir, Allahda deməli ola bilməz. Əvvəli olmaq, naqisliyidir, yoxsa yox, bunlar hamısı geniş bəhslərdir ya. Amma adları, sifatullah, səlbiyyəni mən ad-ba-ad sizin zikr edirəm. Çoxdur, nə qədər bacara bilirsənsə, zehnində say. Ki, o sifətlərdə naqisliyi var, onların heç biri Allahda yoxdur. Bunların hamısının adı nə deyirlər? Səlbiyyə. Mən bir neçəsini sizin misal vurdum, nümunə gətirdim. Deməli, naqisliyi gətirən sifətlər Allahda yoxdur. Amma əks tərəfdə isə, o sifətlər ki, kamaldır, yüksəklikdir, ucalıqdır. Bunların hamısı Allahda var və özü də ən ali şəkildədir. O sifətlər ki, naqisliyi gətirər, yoxdur. Amma o sifətlər ki, kamal sifətidir, onların hamısı Allahda var və özü də ən ali şəkildə. Elm üstünlüydür, yoxsa yox? Üstünlüydür. Allahda deməli bu var və özü də ən ali şəkildə. Qüvvət, qudrət, yüksəklikdir, kamillikdir, yoxsa yox? Əlbəttə. Deməli, bu Allahda var və özü də ən ali şəkildə, ən yüksək şəkildə Allahda olmalıdır. Olmasaydı Allahın Allahlığına xələl gələrdi, əliyyazü billah. Möhtac olardı, möhtaclığını da gərək ödəyən olsun. Bizdə deyir, Allahdan başqa Allah yoxdur ki. Bunlar hamısı bir-birinə zəncirvari şəkildə bağlı olan bəhslərdir. Amma biz hamısına təfsilatı varid olmayacaq, qısa və konkret şəkildə sizin istəyirik, bəhsin əl-ayağını yığay, çatdıraq. Deməli, o sifətlər ki, kamillikdir Allahda, bunlar var. Allahda olan sifətlərin adına nə deyirlər? Subutiyyə. Yəni, Allahda subut olmuş sifətlər. İndi mən bir dənə elə belə təbərrükən sizə deyim. Allahın subutiyyə sifətlərindən Allahda olmasın, hardan məsələn deyə bilərsən? Hardan deyirsən? Dəlilimiz var, yoxsa yox? Məsələn, ola bilsin, uşaq sənə sual eləsin evdəki, ata, Allah alimdir, yoxsa yox? Deyəcəksən ki, alimdir, əlbəttə. Uşaq desə ki, ata, hardan bilirsən alimi, nə deyəcəksən? Buna görə əlimizdə cavabımız olsun. Bir dənə təbərrükən sizə dəlil edirəm, belə xırda bir dənə dəlildir ki, yadımızda saxlayaq.
Ki kim də bundan sonra dəlil istəsə, sübut istəsə bundan istifadə edə bilər. Allah alimdir mənim balam, məsələn bu cürə deyərsən. Mənim buna dəlilim var, sübutum var. Nədir? Əgər olmasaydı, ərəbində buna bu cürə deyirlər. Faqid şey la yu'ti. Əgər olmasaydı mənə verməzdi. Fərz eləyək, sən birinə deyirsən ki, mənə dərs dinə. Nəydən dərs dinə? Fəlsəfədən dərs dinə, riyaziyyatdan dərs dinə, kimyadan, fizikadan, nə qədər hansı elmdən danışırsan, danış. Mənə bu elmdən dərs dinə. Gəlib sənə elmi olmasa dərs deyə bilər, yoxsa yox. Sənə istəyir ki, elm versin. Elmi olmasa sənə elm verə bilər, yoxsa yox. Verə bilməz. Deməli, onun birinci özü elmdə olmalıdır ki, sonradan sənə elm verməlidir. İndi gələk bu bəhsdən belə bir misaldan gələk öz mövzumuza, öz bəhsimizə. Allah mənə elm verib, yoxsa yox. Allah məni xəlq edib və mənə elm verib. Elmi mənə verən Allahdırsa, özü alimdir, yoxsa yox. Olmasaydı hardan verərdi? Necə müəllimin elmi, şagirdin elmindən qat-qat çox olur. Allah bu elmi mənə veribsə, deməli Allahın elmi də mənim elmimdən qat-qat çoxdur. Mənim qüdrətim var, az da olsa qüdrət var da. Məsələn, istəkan heç olmasa, bu qüdrətdir, yoxsa yox. Qaldırıram. Bu qüdrəti mənə kim verir? Allah verir. Allah bu qüdrəti mənə veribsə, özü ola bilər ki, qadir olmasın. Deməli, özü də qadirdir və özü də ən yüksək şəkildə. Amma misalı səhv nisbət verməyək ya. O sifətlər ki, naqislidir, ona Allaha nisbət vermək olmaz. Mən ölürəm. Bu ölümü məndə Allah yaradım. Allah da öldür. Əl-yazı billah. Bu cürə demək olmaz. O sifətlər ki, kamal sifətləridir, onları Allaha nisbət vermək olar. Yəni, bu misaldan istifadə eləmək olar. Olmasaydı, mənə verməzdi. İndi, belə bir dənə misalı biləndən sonra, Allahın sifətlərinin barəsində danışandan sonra gəlirik, bir dənə elə belə bir şey danışım, zehnimiz də açılsın. Kör-körana əqaidi öyrənmək bizim əqidəmizdə yoxdur. Ata-babalarım bu cürə olublar, mən də bu cürəyəm, yox. Furuiddində insanların ola bilsin bir dəstəsi müştəhid olsun. Gedib təqlid eləyə bilərsən. Bir nəfər gedir, ömrün sərf eləyir, 10 il, 15 il, 20 il, 25 il, nə qədər gücü çatır, oxuyur, müştəhid olur, ələm olandan sonra insanlar ona təqlid edə bilərlər. Amma əqaiddə belə şey yoxdur. Bir nəfər gəlsin, ömrünü sərf eləsin, ondan sonra cəmaat əqaiddə ona təqlid eləsin, belə şeyimiz yoxdur. Hamısı gərək özü müştəhid olsunlar əqaiddə. Sən də gərək müştəhid olsan, sənin oğlun da özün müştəhid olsun, nəvən də müştəhid olsun, qardaşın da, atan da, anan da. Burada daha qadın, kişi fərqi yoxdur. Hamısı özü müştəhid olmalıdır. Allah təkdir, hardan deyirsən dəlilim, sübutum var. Allah var, yoxsa yox, var. Hardan deyirsən dəlilim, sübutum var. Peyğəmbərlər zəruridir gəlməyi, yoxsa yox, əlbəttə zəruridir. Hardan deyirsən dəlilim, sübutum var. İmamət 12-dir. Hardan deyirsən imamlar var, deyirsən dəlilim, sübutum var. Peyğəmbər məsələn bu filan vaxt əlini məsələn filan yerdə Əli əleyhissalamı salavatullah və salam əleyh filan yerdə məsələn təyin elədi. Dəlilim var, sübutum var. Qiyamət var, yoxsa yox? Əlbəttə var. Dəlilim var, sübutum var. Yəni bunun hamısının barəsində hər kəs özü müştəhid olmalıdır. Yox ki, məsələn ata-anam bu cürə deyir, mən də bu cürə deyəcəm. Belə bir şey yoxdur. Gəldi deyir, uşaq biraz oxumuşdu. Aleykümselam və rəhmətullah. Gəldi uşaq biraz oxumuşdu, gəldi anasına dedi ki, ana İndi anasını istəyir, imtihan eləsin. Dedi ki, ana, Allah neçə dənədir? Anası dedi ki, bala, bir dənədir. İndi göy imtihan elədi ki, anası görəsən nə dəlil deyəcək. Yox, 2 dənədir. Anası da qayıtır, bala, mahardan bildim. Sən deyirsənsə 2 dənədir, deməli 2 dənədir. Bu cürə olmaq lazım deyir ki, elə sənin əlində dəlilin sübutun olsun. Bu inancdan ötəri lazım gəlsə, canından belə keçməyə hazır olasan. Əgər təqiyyəsi filanı yoxdursa. Yəni, xülasə, hamımızın boynunda nədir? Bu məhslərdə müstəhid olmalıdır. Çox təəssüf olsun ki, əksəriyyətimizin əqaid kitabı nəyə deyirlər barəsində xəbərimiz yoxdur. Bir dənə uşaq, balaca uşaq gəlsə, məsələn, sual versə, uşağın yanında xəcalatı qalacaq, başımızı salacaq ki, mənim balam, mən eşitmişəm, amma dəlilim, sübutum yoxdur. Əqaid kitabıdır, əxlaq kitabıdır, risalə kitabıdır, bizim mizüstü kitabımız olmalıdır. Gündəlik qabağımıza, məsələn, çıxacaq kitablardan olmalıdır. Açıb oxumalıyıq. Qusul qabağıma çıxa bilər, yoxsa yox? Deməli, quslun barəsində mənim məlumatım olmalı. Dəstəmaz hər günkü məsələmdir. Yemək, içmək mənim qabağıma çıxan hər günkü məsələdir, yoxsa yox? Deməli, mən onu açıb oxumalıyam. Nəyi yemək olar, nəyi yemək olmaz? Quşlardan hansını yemək olar? Balıqlardan hansını yemək olar? Heyvanlardan hansını yemək olar? Yaxud hansını yemək olmaz?
paltar, nə vaxt nəcis olur, hansı paltarla namaz qıla bilərəm? Bunlar mənim qabağıma gündəlik çıxan məsələlər yoxsa yox? Mənim qabağıma gündəlik çıxa biləcək məsələlər, mən onların hamısını bilməliyəm. Vacibdir, bəzi risalələrdə yazırlar ki, vacibdir, sənin qabağına çıxan məsələləri sənin bilməyin vacibdir. Əxlaqdır, əqaiddir, şəriət kitabıdır. Bu 3 dənə kitab ən azından bizim evlərimizdə olmalıdır. Özümüzün də əlimizin altında olmalıdır, ailələrimizin də əllərinin altında olmalıdır. Özlərimiz ola bilsin bəzi şeyləri, bəzi hökmləri, cümələrə gəlirik, öyrənirik, gedirik. Amma çox təəssüf olsun ki, ailələrimiz elə dünyaya kör gəlirlər, kör də gedirlər. Kör nə baxımdan? Yəni bilmirlər, elə bilməyərəkdən də dünyadan gedirlər. Nə səbəb oldu? Sənə gəl, onun yanında sözün keçən adamsan. Bir dəfə oturub onu nəsihət eləcəydin, bir dəfə başa salsaydın. Heç başa salmağa ehtiyac yoxdur. Gətirib kitabı evə qoysaydın, həvəslə götürüb oxuyacaqdılar boş vaxtlarında. Desəydin ki, məsələn, bu kitab yaxşı kitabdır, gözəl kitabdır. Açıb oxuyacaqdılar. Bir növ onun belə gözlərinin kör olmasına, zehninin kör olmasına sən səbəb oldun. Niyə mən səbəb olmalıyam ki? Alaram bir dənə risalanı, alaram bir dənə əqaid kitabını, qoyaram evdə, məsələn. Ana əgər savadlı olsa, uşaqlara da öyrədəcək. Ki, Allah ölənlərimizi rəhmət eləsin. Ki, yadıma gəlir, məsələn, anam rəhmətli deyərdi ki, bala, yatanda dinlə yataram Allah, dururam inşallah, yatsam durmasam, la ilahə illallah, Muhammedən Rasulullah, Əliyyən Vəliyullah, Vəsiyyər Rasulullah. Bunu deyir, dilimin əzbəri elə hər yatanda deyil. Ki, qadınlarımız əgər bir dənə xırda bir şey öyrətdi. Amma çox təsir edir adama. Çox böyük adamda belə təsirlərin qoyur, adamın həyatının məsələn dəyişməyinə gətirib səbəb ola bilər. Dünyadan gedən valideynlərimizin, qohumlarımızın, əqrabalarımızın qərib rəhmət olmasına salavat deyək inşallah. Allahümmə salli ala Muhammed və ali Muhammed. Deməli, Allahın sifətləri barəsində danışanda işarə elədik ki, Allahın sifətləri bölünür, subutiyyə və səlbiyyə. Allahda olan sifətlər və olmayan sifətlər. O sifətlər ki, Allahda var, bir dənə xırda dəlil sizə deyilir. Olmasaydı, verə bilməzdi. Amma bəhs bundan kifayətlənmir. Mümin Ali Fironun sözünü biz başa düşmək istəyirik. Başa düşmək istəyirik onun sözünü, möminlərin də qəzəbinə səbəb olar. Bu sözü başa düşmək istəyiriksə, gərək əqaiddəki bu bəhsi zikr elədiyimiz bu bəhsi tamamlayaq. Allahın sifətlərindən danışanda növbəti işarə olunacaq budur. Subutiyyə sifətlər, səlbiyyə sifətlər daha yaddan çıxardır, yoxdur. Amma Allahda olan sifətlər. Allahda olan sifətləri də bölürlər iki yerə. Zatiyyə, bir də feiliyyə. Cədvəli öz zehnimizdə çəkək. Allahın sifətləri iki yerə bölünür. Allahda olan sifətlər, olmayan sifətlər. Olan sifətlərə nə dedilər? Subutiyyə. Həmən bu subutiyyə sifətlər özü də iki yerə bölünür. Adları nədir? Feiliyyə, bir də zatiyyə. Nədir feiliyyə, nədir zatiyyə? Feiliyyə ilə zatiyyə sifətləri ayırmaqdan ötəri belə bir dənə qayda deyiblər. Əgər Allahın bütün sifətlərini biz özümüzə baxıb bilirik də, əksər sifətlərin. Allahın sifətlərini sübut eləməkdən ötəri neçə dənə qayda var? Ən yaxşı qaydalardan biri də özümüzə baxıb bilirik. Əgər o sifətlər ki, məxluqata nisbət vermədən onu Allaha nisbət verə bilirsənsə, o sifətlərə adına nə deyirlər? Zatiyyə. Bir dəfə də təkrar edirəm. Bəhs dəqiq bəhsdir. O sifətlər ki, məxluqata nisbət vermədən Allaha nisbət verə bilirsənsə, o sifətlərin adına nə deyirlər? Zatiyyə. Amma o sifətlər ki, məxluqata nisbət verməsən, bilə bilməzsən, onun adına deyirlər? Feiliyyə. Bəhsi başa düşməkdən ötəri bir dəfə də təkrar edirəm. O sifətlər ki, Allahda o sifətlər ki, məxluqata nisbət vermədən başa düşə bilirsən, zatiyyədir. Məxluqata nisbət verə bilməsən, verməsən, başa düşmürsən, o sifətlərin adını edirlər feiliyyə. Yəni bir dənə misal vurum, başa düşəcək. Elm sifəti, məxluqata nisbət vermədən özündən oturub fikirləşə bilərsən ki, xəlq eləyənddirsə, bunun elmi olmalıdır, bunun məsələn qüdrəti olmalıdır, bunun məsələn həyyiliyi olmalıdır, onun daimliyi olmalıdır, onun məsələn sərmədiliyi olmalıdır. Sərmədiliyi sifətin sən məxluqata nisbət vermədən başa düşmürsən. Hayyun qayyum olmasın, məxluqata nisbət vermədən başa düşürsən. O sifətlər ki,
Məxluqata nisbət vermədən başa düşmürsən, adına nədir? Zatiyyə. Amma Allah ruzi verəndir. Allah sənə mənə ruzi verməsəydi, mən hardan biləcəkdim Allah ruzi verəndir? Allahın sifətidir. Amma mən onu nə vaxt bildim? Ruzi verəndən sonra bildim. Allah Taala öldürəndir. Mumit. Mumit sifətini nə vaxt bildim? Hər hansı bir adamı öldürdü, Əzrail əleyhissalamı göndərdi, öldürdü, öldürəndən sonra bildim ki, Allahda öldürmək sifəti də varmış. Diriltdi. Diriltmək sifətini nə vaxt bildim? Kimisə dirildəndən sonra bildim ki, Allah Taala muhyi, dirildəndir. Allah Taala öldürəndir, Allah Taala intiqam alandır, Allah Taala ruzi verəndir, Allah Taala xəlq eləyəndir. Bunlar hamısı Allahın sifətləridir, amma nə vaxt mən bildim? Məxluqata o nisbət veriləndən sonra bildim, yoxsa yox. Deməli, bu cür sifətlərin adı nə deyirlər? Feiliyyə. Böyük alimlərimizdən biri, Allah onu rəhmət eləsin, bu məsələni başa düşməkdən ötəri bir dənə gözəl qayda deyib. Həmən qayda da bundan ibarətdir ki, o sifətlər ki, həmən sifəti və onun ziddin Allaha nisbət verən vaxtı naqislik gəlməsə, o zatidir. Onu və ziddin Allaha nisbət verəndə naqislik gəlsə, o feiliyyədir. Misal durum sizə. O sifət ki, özün və ziddin Allaha nisbət verirəm, heç bir naqislik gəlmir. Hansı sifətdir? Elm sifəti. Deyə bilirsən, Allah alimdir. Əlbəttə deyə bilirəm. Əl-Yaz billah, Allah alim deyil. Sözü deyə bilirsən, naqislik gəlir. Əgər deyə bilmirsənsə, bu sifət nədir? Zatiyyədir. Allah Taala daimi də əbədidir. Deyə bilirsən, əksin deyəndə nə olur? Küfr olur. Deməli, bu sifət nədir? Zatidir. Allah Taala möhtac deyil. Bu sifəti deməyək, bu səlbiyyə sifətlərdəndir. Yaxud məsələn, bir dənə deyək, Allah Taala qadirdir. Qadirlik sifətini gətirək. Özün nisbət verə bilirsən, yoxsa yox? Əksini necə? Qadirlik sifətini nisbət verdin, amma deyəndə ki, Allah qadir deyil, əl-Yaz billah, nə oldu? Küfür oldu. Deməli, bu sifəti ziddindən bildin, naqislik gətirdiyinə görə bu nədir? Zatiyyə sifətdir. Amma o sifət ki, onu nisbət verəndə bir şey olmur. Ziddin də nisbət verəndə bir şey olmur. O sifətlərin adı nə deyirlər? Feiliyyədir. Məsələn, Allah Taala Zeydə ruzi verdi. Deyə bilirsən, yoxsa yox? Allah əmrə ruzi vermədi. Bunu da deyə bilirsən, düzdür? Allah Taala ruzi verəndir, Allah ruzi verməyəndir. Birinə ruzi verdi, birinə ruzi vermədi. Ruzi verəndir və verməyəndir. İkisini də nisbət verəndir. Heç bir naqislik Allaha gəlmədisə, bu sifət nədir? Feiliyyədir. Allah Taala xəlq eləyəndir. Zeydi xəlq elədi. Allah xəlq eləyən deyil, əmri xəlq eləmədi, məsələn. Nisbət verəndə naqislik gəldi, özün və ziddin, naqislik gəlmədi. Deməli, bu sifət nədir? Feiliyyədir. Deməli, zatiyyə ilə feiliyyə sifətləri ayırmaqdan ötəri bir dənə ülgü verirlər bizə. Özün və ziddin nisbət ver. Naqislik gəlməsə, feiliyyədir. Naqislik gəlsə ziddin verəndə, nisbət verəndə adı nə deyirlər? Zatiyyə. Əgər bu qədərin başa düşmüşüksə, Peyğəmbər bu ali Peyğəmbərə salavat deyək inşallah. Allahümme salli ala Muhammed və ali İnnə əhsənül hədiyyətul afdalul muvridə kitabullah haythu yaqul Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İzâ câe nasrullahi vel feth ve ra'eyten nâse yedhulûne fî dînillâhi affâca fesebbih bihamdi rabbike vestağfirhu innehu kâne tevvâba. Sadakallahu aleyhi ve sellem.